Başda olan səs-küy, qol və əllərdə olan uyuşma keymələr, şiddətli boyun, kürək və çiyin nahiyədə olan ağrılardan əziyyət çəkən, uzun müddət kimyəvi tərkibli ağrıkəsici iynə və dərmanlarla fizioterapiya, iqloterapiya, manual terapiya və zəli müalicəsi kimi metodlardan istifadə edib istədiyi effekti ala bilməyənlər diqqət! Qeyd etdiyimiz bu problemlər boyun nahiyədə olan osteoxondroz, protruziya və qrıja kimi şikayətlərin əsas simptomlarıdır və bu problemlərin orqanizmdə yaranmasının əsas səbəbləri qığırdaq toxumalarda olan kirəzləşmə və orqanizmdə olan vitamin D və kalsium defisiti, yəni vitamin minerallarda olan çatışmazlıqlardır. Bu şikayətlərin təbii qida əlavələri ilə kompleks və köklü şəkildə müalicəsi üçün isə antilipid çay, beyin kalsiumu və biokalsium məhsulları tövsiyə olunur. Məhsullar haqqında ətraflı məlumat almaq və məhsullar əldə etmək üçün profildəki nömrə ilə əlaqə saxlaya bilərsiniz.